Allah Teala buyurur: "Və ənzəlnə ileykə zikra", sənin üzərinə zikri nazil etdik ki, litubeyyinə, bəyan eləyəsən. Bəyan nazil olandan xaricdir. Çünki nazil olanın bəyana ehtiyacı var. Bəyananı biz sənə zikri nazil etdik ki, nazil olmuşu bəyan eləyəsən. Nə bəyana ehtiyac var, nə ki açıq deyil, nə ki aydın deyil. Əksər insanlar başa düşmür. Onun bəyana ehtiyacı var. Hanı bəyan? Və ənzəlnə ileykə zikr, bu zikri sənə nazil etdik, litubeyyinə linnəs, insanlara bəyan eləyəsən, nəyi? Mənuzir eləyim. Nə onlara nazil olub onu? Deməli, insanlar nazil olanın bəyanına möhtacdırlar. Kimdir bəyan eləyən? Muhammed sallallahu aleyhi ve sellem nə ilə? Qur'anla mı? Axı, Qur'anın özü üçün deyir, sənin bəyana ehtiyacın var, Allah deyir. Aydındır, hani bəyanları? Nə ilə bəyan edirlər Qur'anı? Öz ağıllarına, öz təfsirlərinə, öz şərhlərinə, yoxsa Peyğəmbər sallallahu aleyhi və səlləmə? Təbii ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə. Və sünnə vəhidir. Və bu vəhiy Qur'an kimi yazılırdı Peyğəmbər sallallahu aleyhi və səlləm vaxtında. Sünnə. Sünnə vəhidir və sünnə yazılırdı, necə Qur'an yazılırdı. Və kim bunu inkar edirsə cahildir. O bilmir İslam nədir? O bilmir hədis elmi nədir?